Bugün biz 5A sinif şagirdləri ilə Azərbaycan tarixindən sorğu edəcəyik. Görək bizim şagirdlərimiz Azərbaycan tarixini nə dərəcədə bilirlər və suallara necə cavablandıracaqlar. Birinci sualımız budur ki, əsarətlə barışmayan qəhrəman kim olmuşdur? Əsarətlə Ayandır? Babəkdir. Babək hansı üsyana başçılıq edib? Yusif? Xürrəmlər hərəkatının mərkəzi haraydı? De görüm Ayan? Bəz qalasıdır. Bəli, düzdür. Azərbaycanı vahid halda birləşdirən ilk hökmdar kim olmuşdu? Xədicə? Əbu Sa'd. Sacilər dövlətinin paytaxt şəhərləri hansılar idi? Ərdəbil və Marağa paytaxt şəhəri olub. Deməli, Səlcuqlar dövləti neçənci əsrdə yaranmışdı? Səlcuqlar dövləti? 1136. Səndir? 6. Sən? 1436. Yox, deməli, yadda saxlayın. 11-ci əsrdə yaranmışdır. 11-ci əsrdə paytaxtı hansı idi? Nişapur, Rey və digəri hansı idi? Yox, Nişapur, Rey və İsfahan. Məşhəd hansı dövlətin paytaxtı idi? Məşhəd de? Əfşarların paytaxtı Məşhəd şəhəridir, bəli. Bəs Qara Yusif hansı dövlətin əsasını qoyub? De? Qaraqoyunlu dövlət. Bəs Ağqoyunlu dövlətin əsasını kim qoyub? De görüm. Uzun Həsən. Qara Yusuf. Kim? Ağqoyunlu dövlətin. Uzun Həsən. Deməli, Ağqoyunlu dövlətin əsasını isə Uzun Həsən. təbii ki, Uzun Həsən qoymuşdur. Uzun Həsən vergiləri nizama salmaq üçün nə qəbul etmişdi? Yusif? Qanunnamə qəbul etmişdi. Bəli, düzdür. O, əvvəl şeyx olub, sonra şah olan kim idi? Şah İsmail. Bəli, Şah İsmail əvvəl. Sonra, başqa bir sual. Səfəvilər dövləti nə zaman yaranmışdı? De görüm Xədicə. Səndə? 1501-ci ildə. Əsasını kim qoyub Səfəvilər dövlətinin? Əsasını de görüm Elsevər. De. Şah İsmail. Şah İsmail. Deməli Şah İsmail onun əsasını qoyub. Sonra başqa bir sual verək. Uzun Həsənin anasının adı nə idi? De. Sara Xatun. Bəli. Bəs Şəmsəddin Eldənizin yoldaşının adı nə idi? De. Onun adına türbə də. De. Möminə Xatun türbəsi. Harada yerləşirdi Möminə Xatun türbəsi? De. Naxçıvanda. Möminə Xatun türbəsi Naxçıvanda yerləşir. 1136-cı ilə əsası qoymuş dövlət hansı idi? 1136-cı ildə Tamerlan. Qara Yusuf. 1136 Yusuf. 1136-da əsası qoymuş dövlət kim deyə? Eldənizdə. Eldənizlər dövlətin əsasını kim qoyub? Xədicə. Şəmsəddin Eldəniz. Bəli, Şəmsəddin Eldəniz. Eldənizlər dövlətinin ilk paytaxtı hansı şəhər olmuşdur? De. İlk paytaxt. Sən de. İlk paytaxtı Naxçıvan şəhəri olmuşdur. İlk paytaxtı Naxçıvan şəhəri olmuşdur. Sonra deməli başqa bir suallar verəksə. Dedi ki, Taclı Sultan hansı təşkilatın əsasını qoymuşdur orada? Taclı Sultan Bacılar Təşkilatını hansıdır? Bacılar Təşkilatının əsasını qoymuşdur. Düzdür. Sonra başqa bir sual. Qaraqoyunlu dövləti nə zaman yaranmışdır? De. Səndə? Qaraqoyunlu neçə? De. Bayaq neçə? Qaraqoyunlu dövləti 1410-cu ildə. 1410-cu ildə əsası qoymuşdu Qaraqoyunlu dövlətinin. Qaraqoyunlu dövlətinin paytaxtı hansı şəhər idi? Yusif? Təbriz şəhəri, bəli. Qaraqoyunlu dövlətinin mərkəzi Təbriz şəhəridir. Bəs Ağqoyunlarda paytaxt hansı idi? Tamerlan Təbriz, bəli. Ağqoyunlarda da Təbriz olub. Ağqoyunlu və Qaraqoyunlu dövlətinin paytaxtı ikisi Hər iki dövlət neçənci əsrdə yaranmışdı? Hər iki dövlət deyil.
Sən? 1410. Sən? 1410. 1410-da hansı idi? Qaraqoyunlular var. Bəli, 1410-da Qaraqoyun. Bəs Əfşarlar dövləti nə zaman yaranır? 36. Deməli, 1736-cı il. Bəs Əfşarlar dövlətinin paytaxtı hansı şəhər idi? Əfşarlar? Məşhəd. Əfşarlar dövlətinin. Bəs Muğan qurultayı nə vaxt olmuşdu? De. 36. Və həmin qurultayda Nadir özünü şah elan etmiş. Hansı ölkələrə hücum etmişdi Nadir Şah? Mənim Hindistan. Sən de Hindistan, sonra Mənim Hindistan, sonra Osmanlı. Osmanlı ilə də müharibə aparmışdı və Osmanlı. Deməli Nadir Şah Əfşarlar imperiyasının paytaxtı hansı şəhər idi? Əfşarların. Tamam qarışdı. Nə idi? Paytaxtı Məşhəd şəhəri olmuşdu.